Hindistanın baş naziri Narendra Modinin təqaüdə çıxmış yaxın komandirlərindən biri General Gagandip Bakshi Türkiyəni hədələyib. Türkiyə mətbuatı yazır ki, Bakshi Türkiyənin xilafəti diriltmək və müsəlman dünyasının xəlifəsi olmaq istədiyini deyib. O, Pakistan-Hindistan müharibəsində Türkiyənin də müdaxilə etdiyini və Türkiyə tərəfindən Kəşmir bölgəsinə 3000 nəfərin göndərildiyini də iddia edib. Bundan əlavə Türkiyənin Hindistana birbaşa düşmən olduğunu xatırladan Bakshi, lazım gələrsə nüvə silahı ilə Türkiyəni cəhənnəmə çevirə biləcəklərini bildirib. Onun sözlərinə görə Türkiyə Hindistanın qlobal güc olduğunu unutmamalıdır. Məsələni analiz edən hərbi ekspertlər bildirirlər ki, irəli sürülən bu təhdidlər sadəcə olaraq ölkənin hərbi ekspertlərinin qeyri-rəsmi və əsassız fikirləridir. Hindistanın Türkiye'yi direkt hedef alacak bir faaliyete girmesi söz konusu olamaz. Türkiye'nin de bu olmayan bir tehdide karşılık herhangi bir şekilde karşılık verme, cevap verme, tedbir alma ihtiyacı gözükmemektedir. Yani şimdi Hindistan bizim Pakistan'la savunma sanayi, askeri işbirliğini ifade ederek bizi tehdit ediyor ama Hindistan yıllardır Ermenistan'ı da Azerbaycan'a karşı ve Türkiye'ye karşı silahlandırıyor. Şimdi biz de bunu silahlandırıyor diye Hindistan'ı mı tehdit etmemiz gerekir? Hindistanın mövcud narazılığı Türkiyənin Pakistana olan hərbi dəstəyinin lazımi səviyyədə həyata keçirilməsinin əyani göstəricisidir. Bu müdafiə dəstəyi ilə Pakistan Hindistanın hücumlarına cavab verə bilər. Eyni zamanda Türkiyə Pakistanı silahlandırmaqla öz hərbi texnikasının nüfuzunu bir növ qaldırmış olur. Analitiklar yeni Delhi tərəfindən irəli sürülən təhdidlərin real olmayacağına diqqət çəkirlər. Ona görə ki, Türkiyə silah-sursat baxımından yetərincə gücə, qüvvəyə malikdir və Hindistanla baxımda Türkiyənin silah sənayesi, hərbi sənayesi daha da geniş şəkildə inkişaf etmişdir. Təbii ki, biz nüvə silahını nəzərə almasaq, Hindistan Türkiyəni Pakistansız təsəvvür edə bilməz. Yəni, əgər Türkiyəyə qarşı hansı bir addım atarsa, Pakistan da Türkiyənin yanında olacaq, Azərbaycan Türkiyənin yanında olacaq və Türkiyəni dəstəkləyən ölkələr də olacaq. Bir sözlə, Hindistanın bu bəyanatları elə sözdə də qalacaq. Çünki digər tərəfdən Hindistan-Pakistan arasındakı atəşkəs razılaşması istiqamətində Trump administrasiyası addımlar atır.